Dəyərli vətənəm, dəyərli soydaşlarım, baxın, gecə saat neçədir? İlham Əliyevin qızları Leyla və Arzu Astarada gediblər Pəncəli Teymurun evinə. Gecə saat neçədə? İndi bunun səbəbini açıqlayacağım, baxaq. Baxın, baba, yollarda durub polislər, Nivalarda, bax, gedirlər. Astarada gecə saat neçədir? Prezidentin qızları kortejdən gedir Pəncəlinin evinə. Bax. Tümsük qızlar, əxlaqsız qızlar. Baxın, gecə saat neçədir? Prezidentin qızları 2 dənə, 4 dənə kişi dəyişmiş bu qızlara kim nə deyəsiydi ki, bu boyda kortejdən gedirlər? Baxın, heç Paşinyanın yox, heç Trump'ın bu qədər korteji yoxdur. Baxın. Baxın, dəyərli vətənəm. Lukashenko'nun, Zelenskinin heç bu qədər korteji yoxdur. Baxın. Baba, say hesabı yoxdur. Baxın dostlar. Allah bəlasını versin bunların. İndi deyəcəm sizə. Gəlin, hələ kortej gedir, uzanır. Sadəcə gəlin bunun səbəbini deyim. Bax, 2 dənə qız. 2 dənə prezidentin əxlaqsız qızı. 2 dənə əxlaqsız qızı. Əxlaqları olsaydı xalqın bu qədər sərvətini yeməzdilər. İndi gəlin mən bunun səbəblərini sizə deyim. İlham Əliyevin narkoman qızları 2 gün qabaq Astarada olublar. Onlar şou üçün Pəncəli Teymurun evinə gəliblər. Amma onlar qabaqcadan xəbər verərək gəlməyib, gizli gəliblər. Xüsusən də gecə vaxtı. Gündüz getmək istəməyiblər, çünki it kimi qorxurlar. Niyə? Xüsusən cənub zonasında etirazlara çox meyilli xalq, haqqını tələb eləyən xalq olan bir bölgədə gündüz vaxtı gəlmək istəməyiblər. Əliyevin qızları gecə insanların yatan vaxtı Astaraya, Pəncəlinin evinə gəliblər. Pəncəlinin ailəsi də bilmirmiş gələcəklərini. Pəncəlinin ailəsi də bilmirmiş. Baxın, icra hakimi gəlib gecə ilə qəfil Pəncəlinin evinə gəlibdir. İlhamın qızları gəlir deyib və kənddə səs-küy salmayın, heç kim bilməsin. Çünki gündüz getsəydilər, oyaq olan kənd cəmaat hərəsi bir məktubla, şikayətlə, nalə ilə yığışacaqdı bütün rayon ora. Ona görə gecə tülkü kimi gəlib gediblər. Və bu da sübutdur ki, Əliyev və ailəsi it kimi qorxur xalqdan, xalqı dinləmək istəmirlər, reytingini qaldırmaq üçün siçan kimi, tülkü kimi, çaqqal kimi gecə gəlirlər. İndi baxın siz, dəyərli vətənlərim. Bunlar niyə getmişdi cənub zonasına? Nə çöplədirdilər cənub zonasında? Gəlin sizə deyim mən. Lənkəran, baxın. Leylanın Lənkəranda, baxın. Leyla Pəncəlinin şəkili, Pəncəlinin, baba Leylanın Lənkəranda, Pəncəlinin ev muzeyində, nə bilim nəyində. İndi gəlin sizə bir çatdırım mən, nə çöplədirdilər bunlar orada. Salam Qabil bəy, Leyla və Arzu Talış zonasına gəzməyə gəliblər. Lənkəran polis şöbəsinin rəis mavini İltifat Yusufov deyib ki, Arzunun Pəncəlinin qardaşından xoşu gəldi. Arzu hallandı, gecə mıtığı durdu, dedi mən Pəncəlinin qardaşıyla yatmalıyam. Həqiqətən Pəncəlinin qardaşı da vidifasonun oğlandı. Gecə deyir məni, bunu ki İltifat deyir, İltifat rəis mavini. Deyir, gecə ilə məni göndərdilər, Pəncəlinin qardaşını gətirdik, düz Spring otelə. Lənkəranda Spring otelə gətirdik, Leyla qalan otelə. Vallahi yalan demirəm, and olsun Allaha deyirəm, baba, mənə gələn mesajı. Allah baxın, baba, Spring otelə gətirdilər, çağırıblar. Baba, xoşu gəlib Pəncəlinin qardaşına. Hər nəysə, dalını oxuyuram. Arzu Pəncəlinin qardaşı Famil Teymurovla. Baxa, Pəncəlinin qardaşının adı Famildir. Arzu Pəncəlinin qardaşı Famil Teymurovla görüşəndə deyib ki, idmanla məşğul olursan. Famil də deyib ki, biz dağ uşaqları idmanla məşğul olmuruq. Bizim həyatımız elə idmandır.
Famil xoşuna gəlib Arzunun. Hələ aldığım məlumata görə Leyla və Arzu arasında Pəncəlinin qardaşı Teymurun üstündə bir balaca mübahisə gedibdi. İki bacı hansı birinci yatacaq Pəncəlinin qardaşından? Hə, mən prezident olsam, Pəncəli yox, Pəncəlinin heç milyonu da sizi mənim əlimdən alamayacaq. Sizi itdən cins əlaqəyə çəkir, eşşəkdən cins əlaqəyə saldırdıraram, eşşəyə çaldırtdıracam sizi. Nə danışırsınız sizə? İndi fikir ver, Bəylər Əyyubov gedib ondan tutub da Tehran Məsimovu, bunlar gedib Pəncəlini tuturlar, milli qəhrəman. Mənim qabağımda kim dura bilər? Mən Əli Kərimliyəm. Bir baxın görün mən kiməm? Fikir ver, gedirlər indi xalqın sevdalı olduğu milli qəhrəmanlardan zaten yapışırlar ki, bəlkə Qabil bunların nəslini dombaldıb qayranda Pəncəli və ya Pəncəlinin nəyisə bunların qabağında dura bilsin. Hal-hazırda Leyla və Arzu onların komandası Lənkərandadır, Spring Oteldədir. Famil Teymurov, yəni Pəncəlinin qardaşı da oradadır, işlətlə məşğuldular. Dalına baxın. Bir də burada var kim? Kim var burada? Heydər Əliyevin transa oxşayan arvadı. Ala baxın. Gedib orada şəkil çəkdirir, ay millət. Baxın, ala. Baxın. Baxın, ay millət. Lənkərandır, bari Lənkəran. Baxın, ay millət. Heydər Əliyevin trans arvadı. İndi gəlin bunun dalına baxaq. Qabil bəy, Leyla və Arzu Lənkərana səbəbsiz gəlməyiblər. Onların gəlməyinin əsl səbəblərindən biri və əsası Lənkəranın ən mənzərəli yeri olan Xanbulaq çay su ambarının ərazisini Emin Ağalarov alıbdır. Orada olan yüzlərlə obyekti bağlayıblar, ancaq Emin Ağalarova məxsus obyektlər işləyə bilər, tikdirdiyi Sibriz İstirahət Mərkəzinin filialı olacaq orada. Lənkəran polisi İlhamın qızlarını müşayiət edir. Polisin verdiyi məlumata görə Leyla və dostları bir gecə Qızılağac qorğunda qalıblar. Bir gecə Xanbulaqda, qalan gecələri Paşayevlərə məxsus Spring Oteldə famildən bir yerdə qalıblar. Onlar hər gecə gerayin çəkib partilər təşkil ediblər, qrup sekslə məşğul olublar. Deməli, Qabil bəy, talışlara müraciət edeyim, bu balaca Heydər Əliyevin arvadı Alyonanı niyə tutub qayırmırsınız, yazır bura mənə. Əsəbindən yazır bu da əlbəttə. Leyla Əliyeva budur. Budur Leyla Əliyeva, tühlü kivilərdən xoşu gəlir. Yaxşı ki, tühlü kividən xoşu gəlir. Başqa tühlü şeylərdən bilmirəm xoşu gəlir ya gəlmir. Amma baxın, gedib orada özlərini günə veriblər. Boş bölgə tapıblar. Ancaq talış zonasının qəzəbindən, nifrətindən dolayı ancaq kilsə kimi gecə gəziblər. Yarasa kimi günüz yatıblar, gecə gəziblər, tülkü kimi. Kakayla iyiliblər, polis rəisi, rəis mavini iltifat deyir, bezdim deyir bu qəhbələrin əlindən, iltifat deyir polis rəisinin mavini. Deməli, Cənub zonasına Leyla, Arzu və İlhamın cinsi bilinməyən gəlini Alyona niyə gedibdir? Mən bunun səbəbini izah elədim. Rayonda təqdim etmə olubdur. Cənub zonası İlham Əliyevin trans gəlininə təhkim edilibdir. Baxın, ay millət, Cənub zonasını təhkim ediblər İlham Əliyevin trans gəlininə. O bölgənin kuratoru da odur. Bundan sonra Cənub zonasına Əliyevin gəlini Alyona nəzarət edəcək. Orada biznes quracaq, özlərinin hotel və restoran şəbəkəsini tikəcəklər. Aldığımız məlumata görə Emin Ağalarov Heydər Əliyevin arvadına basır və Emin Ağalarov Heydər Əliyevin arvadına basmağından dolayı nədir o? Nardaranda tikdirdiyi nədir o? Otelin filialını da tikəcəklər Lənkəranda. Baxın ha kişi. Nədir o? Nardaranda tikdirdiyi yoxdur. Neydi onun adı? Adı neydi onun tikdirmişləri orada? Yazın görək.
Nardaran bölgəsində bu gəmiyə oxşayan şey tikiblər belə, dəyərli həmvətənlərim. İndi onun filialını da Lənkəranda tikəcəklər və Alyona Cənub zonası üzrə kuratoru oldu, rəis oldu Alyona. Tüpürüm sizin nəslinizə, kökünüzə. Sibriz Lənkəran tikilir indi də. Sibriz.